və bəylər. Bəli, bugün hərbi xidmətə yola salacağımız Akif Balaya bir gürültülü alqışlar səslənsin zəhmət olmasa. Əl çalan əllərimiz var olsun. Mən baxıram, Akif qardaşımın əlində Səlimzadə Ramilin, eyni zamanda dostu Elşənin əlində isə İdrisov Xəyalın şəkli var. Şəhidlərimizin ruhu qarşısında təbii ki, hər birimiz baş əyirik. Bax, o gözəl qəhrəmanlarımızın sayəsində bugün üzümüz ağ, alnımız açıq, başımız ucadır və haqqımız, səsimiz bütün dünya ilə birdir. Yəni, o qəhrəmanlarımıza xüsusi minnətdarlıq hissi ilə deyirəm ki, göy üzündə dalğalanan hilalınla, bayrağınla nə gözəlsən Azərbaycan. Övladına xoş gün verən hər anınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşımda xəyalımın, Ramilimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Yeryüzünə nurçilənən sərvətinlə, günü-gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Bəli, mən Təyyar qardaşıma da təşəkkür edirəm ki, monitorlarda bax o qəhrəmanların o igidin şəklini görürük. Rica edirəm, əl çalaq bax elə o igidlərimizin sayəsində. Başımız, bəli, ucadır. Şəhidin qanı ilə böyüyən vətən, qürurla ucalır sənin bayrağın. İftixar hissi ilə söyləyir hər kəs, zəfəri mübarək Azərbaycanın. Xanımlar, bəylər, rica edirəm hər birinizdən çəngəli bıçağı masa üzərinə qoyaq zəhmət olmasa, o qürur anını bizə yaşadan qəhrəman şəhid, bacı və qardaşlarımızın ruhunu bir dəqiqəlik sükutla, hörmət və ehtiramla yad eləyək. Qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Onlara təşəkkür edirik həyata bəxş eləyən valideynlərə. O qürur hissini bir daha qəlbimizdə aşılamağı bacaran qazilərimizə minnətdarıq. Birinci və ikinci Qarabağ müharibəsi veteranları, sonsuz təşəkkür üstümüz sizlərədir. Nə yaxşı ki, varsınız ki, sizin sayənizdə o qürur hissini yaşadıq, o mərdliyi yaşadıq. Bir daha gözəl günümüzü sevgisi ilə, məhəbbət hissi ilə aşılayan dostlar, doğmalar var olsun. Bəli, bugün burada gözəl bir kollektiv əyləşibdir. Sözün əsl mənasında nəinki regionda, Ağdaşda, Respublikada belə öz sözünü demiş, Arzular İnstrumental Ansamblının solistlərinə mən təşəkkürümü bildirirəm. Burada görməyimə çox şad oldum, sevindim, ürəyim, qəlbim atlandı. Orxan qardaş, əliniz qolunuz var olsun. Sazmen Orxan. Bəli, son zaman sosial şəbəkələrdə də Orxan qardaşımın sözün əsl mənasında daha çox izləyənlərin sayı hesabı artır. Mən rayonumuzun fəxri, sənəti qədər hörməti olan, bəli, Kənan müəllimə də bir təşəkkür borcumuz var ki, Kənan, əlin qolun var olsun, gözəl dostumuz, dəyərli qardaşımız. Nicat Ağdaşlı, eşq olsun, rayonumuzun eşq olsun, hər birimizin döyünən ürəyidir. Sənəti ilə böyüyən bir insana təşəkkür edirik. Səsi ilə, sədası ilə, gözəl musiqiləri ilə, gözəl nəğmələri ilə, bəli, Akşin Azadoğlu bu gözəl məclisdə hər birimizə sonsuz təşəkkürümüzü bildirir. Təyyar qardaşıma təşəkkür edirəm. Birinci Qarabağ müharibəsinin veteranı. Bugün Təyyarın da sayəsində inşallah ki, gözəl günə mübarək deyəcək. Səs rejissorumuz Nurlan, əlin qolun var olsun mənim ürəyim. Famil Ağdaşlı, sosial şəbəkənin fenomeni, Ağdaş adına böyük bir qürur gətirən bizim gözəl dostumuza, dəyərli qardaşımıza da minnətdarıq. Mən xüsusi təşəkkürümü bildirirəm Ay İşığına, onun rəhbərliyinə. Elman müəllim, var olasınız, anar qardaşım. Bax, bu gözəl auranı yaratdığınız üçün minnətdaram. Akşin, buyur ürəyim, buyur. Məhər müəllim, təşəkkür edirəm. Axşamınız xeyir olsun, hörmətli qonaqlar, xanımlar, bəylər, hər birinizi xoş gördük. Və mən Ağdaş torpağına gələndə, Məhər müəllim, özümü rahat hiss edirəm. Çünki Ağdaş mən üçün çox doğma bir rayondur, cəmaatı da mən üçün doğmadır. Və mən arzulayıram ki, elə bu gözəl, elə obaya həmişə gözəl günlərə gələk, xoş günlərə gələk və fürsətdən istifadə edib
Akif qardaşımızı ürəkdən təbrik edirəm. Valideynlərini təbrik edirəm. Sağ-salamat inşallah hərbi xidmətin başa vursun. Öz elinə obasına qayıtsın. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Və fürsətdən istifadə edib Orxan qardaşıma təşəkkür edirəm. Mən bu gözəl məclisə dəvət elədiyinə görə. Kənan qardaşımı öpürəm. Niko Ağdaşdı. Var olasınız hər biriniz. Və şəhidlərimizi yad etdik. Bugün istəyirəm ki, açılışı da elə bir vətənpərvər mövzuda başlayaq. Gözəl bir musiqi ilə inşallah məclisimizi açıq elan eləyək. Ondan sonra yəqin ki, dəvət eləyərik də qonaqlarımızı. Eyni üçün hər birinizə nuş olsun, xoş istirahətlər arz edirəm.